Reels videoları üçün ən vacib statistik göstəricilər. Geçmə oranı. Bu göstərici sizin videonuzu izləyənlərin içində ilk 3 saniyədən sonra videonuzu keçənlərin faiz nisbətini göstərir. Paylaşım oranı, yəni videonuzun başqalarına göndərilməsi faizi. Bu göstərici ən az 1 yaxud 1-in üzərində olduğu zaman videonuzun viral olma ehtimalı yüksəkdir. Əgər 1%-in altındadırsa, bu deməkdir ki, videonuz başqaları ilə paylaşmaq üçün hər hansı bir səbəb vermir. Digərləri isə ikinci dərəcəli videonun izlənməsinə təsir edən göstəricilərdir. Bunların arasında kaydetmə oranı, yəni videonun insanların saxlama faizi ən az 2-3% arasında olduğu zaman videonuzun viral olma ehtimalı var. Çoxlarının nəzərdən qaçırdığı vacib statistikalardan biri də ortalama izlənmə müddətidir. Bu birbaşa videonun keçmə oranı ilə əlaqəlidir. Nəzərə alın ki, sosial mediada heç bir sehirli düymə yoxdur. Sadəcə video maraqlı şəkildə başlamalı, gedişatı maraqlı olmalı və sonunda isə hər hansı bir çağırış olmalıdır.